Yayımı Baksel'in dəstəyi ilə izləyirsiniz. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Antalya Cup turnirinin qalibi adını qazanıb. Yığmamız bugün turnirdə son oyununu keçirib. Bəhreynin U20 komandası ilə qarşılaşan futbolçularımız 4-0 hesabı ilə qalib gəlir. Qolları Taşqın İltər, Elnur Cəfərov, Ruslan Nəsirli və Abbas Hüseynov vurub. Guter Ball. Gut, Ruslan. Ganz stark.